Hüccət tamamlanmaq nədir? Yəni insan bir yerə çatır ki, haqqın müqabilində bəhanəsi kəsilir. Allah bir həddə qədər hidayət edir, axırda bir nöqtə var, deyir də bildin hər şeyi. Məsələn, bizim üçün bir gün hüccət tamamlanacaq ki, sən də arif ola bilərdin. Arif bir xüsusi rütbə deyir ki, məsələn, deyək ki, ariflər filan ictimai sinifə deyilir. Sən də filan ağa var, məsələn, ondan ağız dolusu danışırlar, onun kimi ola bilərdin. Yox, mənim gücüm çatmazdı. Bir gün hüccəti tamamlayacaq sənin üçün. Bacarmadım deyə bilməyəcəksən. Hər birimiz üçün hüccət tamamlanacaq bir gün ki, bundan daha yaxşı ola bilərdi. Mühit pisdir biri deyir, Allah bir vasitə ilə hüccətini tamamlayır. Özü kimi birisini gətirir, deyir, bax görürsün, səninlə eyni mühitdə, eyni xüsusiyyətlərə malik insan idi. Görürsən, bu necə təmiz yaşadı. Biri deyir, halal qazanmaq olmur, ona birinin vasitəsi ilə hüccəti tamamlayır. Görür ki, onun yanında haramdan imtina eləyir. Birinin məhəbbətlə hüccətini tamamlayır, birinin kəramətlə hüccətini tamamlayır, birinin ağılla hüccətini tamamlayır, birinin təcrübə ilə hüccətini tamamlayır. İnkar eləyə bilmir. Amma bəzi söz var ki, axırıncı söz ola bilər ha, axırıncı söz. O axırıncı söz hüccət tamamlamaqdır. Fikirlərə qərq olub məst şəkildə gərək bu sözlərə qulaq asmayaq. Gərək bizə bir təkan versin bu sözlər.